Toplusundan baxaq eyni köklü sözlərə. Bax, otarmaq sözü, sözün kökü ot, otar düzəltmə. Düzdür? Düzəltmə. Otdakı düzəltmə, otlu düzəltmə, otla düzəltmə, otlardan sadə, otlardan. Göz qrammatik şəkil deyin, sadə. Demək, cavab Y-dir. Eyni köklü sözlərdən ibarət olan sıranı müəyyənləşdirin. A-da gülçü, güllük, güldan, gülüstan. Hamısı düzəltmədə, hamısının mənası eynidir. Demək, A variantı ilə. Ələk, əlcək, əlvan, əldəki. Əlvan sadə. Daraq, darlıq. Baxın, dara sözün kökü. Birində də dar, birində isimdir, birində sifətdir. Bu sadədir. Bu düzəltmədir. Görsə, aləm dəyib bir-birinə. Bunu da çıxırıq, bunu da çıxırıq. Dərin, dərmək, dərə sadədir deyənə bunu da çıxırıq. Bağ, bağ, bağça, bağ sadədir deyənə yeni də çıxdıq. Sonra keçirik. 3-də deyir, eyni köklü sözlərin sırasını tamamlayın. Çoxalmaq, çoxluq, çoxlu, çoxumuz sadə, çoxları sadə, çoxdur sadə, çoxu sadə, çoxdankı düzəltmə. Sonra eyni 4-ə baxaq. Eyni köklü söz, feillər hansı cərgədədir? Eyni köklü feillər. Dara, daraşmaq. Daraşmaq sözü sadə. Bunu çıxdıq. Dinmək, dindirmək. Dinmək sadə çıxdıq. Dincəlmək, dinləmək. Dincəlmək sözündə məna yoxdur. Qatılmaq, qatlamaq. Burada feildir. Bir var, nəyisə qatmaq, o mənanı verir feil kimi. Amma buradakı qatlamaq, buradakı qat, nə? Məsələn, paltarın qatı o mənanı verir. Bunda çıxdıq. Dillənmək, dilləşmək. İkisinin də kökü dil ismidir. Dil. Dillənmək də feildir, dilləşmək də feildir. Demək, Y variantı. Digərinə baxaq. 5-ə baxaq. 5-də deyir ki, eyni köklü feillər hansı cərgədədir? Feillərə bax. Qarmaq, qarımaq. Bu sadə oldu. Daranmaq, daralmaq. Bunun kökü dara feilidir, bunun kökü dar sifətidir. Daralmaq da dar sifətidir. Döyülmək, döşəmək. Burada artıq eyni köklü söz belə görürsən, döşə ayrı sözdür, döy ayrı sözdür. Sıxılmaq, sıxlaşmaq. Sonra dartılmaq, dartınmaq. Dart, dart. Düzdür? Dartılmaq, dartılmaq. D-də nə deyir? Sıxılmaq, sıxlaşmaq. Baxın, sıxılmaqda sıxıl sözünün kökü feildir. Sıxlaşmaqda sıxlaş sözünün kökü sifətdir. Demək, bunu çıxırıq Y variantı. Eyni köklü sözləri müəyyən edin. Gülçü, gülüş, gülümsəmək. Gül isimdir kökündə. Gülümsədə gül feildir. Görürsən, kökləri amonimdir deyə götürmürük. Qorx, qorxu, qoru, qorxu hara, qorxmaq hara, qorumaq hara. Çıxdıq. Bölgə, bölük, bölüşmək. Bəli, bölgə sözündə kökü bölməkdir, bölük sözündə kökü bölməkdir, bölüş sözündə kökü bölməkdir. Üçü də düzəltmədir. D-də yarış, yara, yarış, yara, yarğan. Yarış sözünün kökü yar deyil. Çıxdıq. Sərgi, sərin, sərilmək. Sərgi sözündə nəyisə yerə sərmək, sərin sözü sadə sözdür. Çıxdıq. Sonra ona qədər eləyim. Hansı sözlər eyni köklü deyil? Hansı sözlər eyni köklü deyil? Daşlıq, daşla, daşsız. Bunu çıxdıq eyni köklü. Gülçü, gülüstan, güllü. Bunu çıxdıq eyni köklü. Dilçi, dilimiz, dilsiz. Eyni köklüdür. Yerli, yersiz, yerləşmək. Ağlıq, ağarmaq, ağartı.
Burada bir dəqiqə diqqətlə baxım. Hansı sözlər eni köklü deyil? Ağlıq, ağlıq, ağ, ağarmaq, ağ, ağartı. Yerlik, yersiz, yerləşmək. Dilçi, dilimiz, üzr istəyirəm. C variantında dilimiz sadədir. Deyirəm axı burada. Bunlar çıxdıq. Dilçi, dilimiz, dilçi. Dilimiz söz sadə olduğuna görə bu variant. C variantı. 8-ə baxırıq. Hansı sözlər eyni köklü deyil? Gülçü, güllərimiz. Baxın, güllərimiz sözü sadədir. Demək cavab B-dir. İşlək, işsiz düzəltmə, əməkdaş, əməkçi düzəltmə, tozlu, tozanak kökləri də eyni məna. Yarılmaq, yarğan. Yarılmaqla yarğan A variantında eyni mənadır. Yarılmağın da kökü yar feilidir, yarğanın da kökü yar feilidir. Doqquz. Eyni köklü sözlər hansılardır? Qur, qurğu. Qur, qurucu. Qur, qurum. Qurğuşun çıxdıq. Qur, qurtul. Bunu da çıxıb. 1, 4, qurşun, quraqlıq. Bax, görürsün, məna yoxdur. 1, 4, 7. Görsən, qurğu sözündə, qurucu sözündə, qurum sözündə kökü qur feilidir. Üçü də düzəltmədir. Ona da baxaq. Eyniköklü sözlər sırasını müəyyən edin. Evcik, evlərdəki evlər. Bax, burada qrammatik şəkildə birinci gəlsə də bu düzəltmədir. Deyir, eyniköklü sözlər sırasını göstərən elə A variantı olacaq da. Qaşıqsız, qaşıqla, qaşıqdan, sadədir. Çıxdıq. Daşlı, daşma, daşqın. Daşma sözündə sözün kökü daş deyil, çıxdıq. Qəribsəmək, qəriblik, qəribdir. Burada qəribdir, sadədir deyə çıxdıq. Sevsə, sevərsə, sevgi. Sevsə, bu artıq sadədir deyə onu çıxırıq. A variantı.